Aha, indi isə Azərbaycan intibah mədəniyyəti dövrünün video izahını verəcəyəm. Deməli, intibah dövrü, intibah mədəniyyəti 11-12-ci əsrləri, 13-cü yüzillikləri əhatə edir. İntibah mədəniyyəti dedikdə, yəni bir dövrün yüksəlişi, pik nöqtəsi nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanda intibahın çiçəklənməsi 9-cu əsrdə yaranıbsa, amma onun yüksəlməsi, pik həddə çatması 11-ci, 12-ci əsrlərə aiddir. İntibah dövrünün ən böyük, belə deyək də, uğuru türk dilinin vahid ünsiyyət vasitəsi olması idi. Sizə desələr ki, türk dilinin formalaşması nə vaxtda, deyəcəksiniz 7-ci əsr. Amma türk dilinin formalaşmasının başa çatması dedikdə intibah dövrü, yəni 11-ci əsr deyəcəksiniz. Deməli, biz burada kitabınızda yoxdur, bunu qeyd edeyim. Məkkə Əlbərdəyi astronom alimdir. Bunu kitabınızda qeyd edərsiniz. Daha sonra burada biz filosoflardan, iki filosofdan danışacağıq. Bəhmənyardan, bir də Miyanəçidən adlarını qeyd edəcəyik. Bəhmənyar İbn Sinanın tələbəsi olmuşdu. Miyanəçi isə deyəcək ki, dini düşüncələrinə görə 32 yaşında öldürülmüşdü. Daha sonra Xətib Təbrizi Nizamiye mədrəsəsində 40 il dərs demişdi. Qətran Təbrizi isə əsərləri verdiyi tarix üçün önəmli idi. Daha sonra gələcək Memar Əcəmi. Onu mühəndislər şeyx adlandırırdılar. Ümumilikdə biz deyəcəyik ki, memarlıq məktəbi, Naxçıvanda memarlıq məktəbi 11-12-ci əsrlərdə yaranmışdı. Təbrizdə memarlıq məktəbi isə 13-14-cü əsrlərdə yaranmışdı. Memar Əcəminin qeyd edəcək ki, Yusif İbn Küseyr türbəsi, Möminə Xatun türbəsi, Qoşa Minarə, Cümə Məscidi və Darümük memarlıq abidələri Memar Əcəmiyə aiddir. Daha sonra biz Naxçıvan memarlıq üslubunda olan 12-ci əsrə aid abidələri qeyd edəcəyik ki, bu Naxçıvanda yox, Naxçıvan memarlıq üslubunda tikilmişdi. Bunlar Marağada Göy günbəz, Urmiyada 3 günbəz və Əlincə xanəgahı qeyd edəcəyik. Daha sonra 12-ci əsrdə Şirvanda qalalar var idi. Buğurt qalası, Qız qalası, Mərdəkan qalası və Gülüstan qalasıdır. Bunu biz necə yadda saxlayacağıq? Bu Qız, Mərd, Gülü. Bu Qız, Mərd, Gülü. Yəni buğurt, bu buğurt, Qız, yəni Qız qalası, Mərdəkan, Mərdəkan qalası, Gülü də Gülüstan. Bu şəkildə 12-ci əsr Şirvan qalalarını yadda saxlaya bilərik. Daha sonra 11-ci əsrə aid memarlıq abidələri Sınıq qala 1078-1079-cu illərə əhatə edir. Ərdəbildə Cümə Məscidi, Xudafərin körpüsü bilirdi Şəddadilər dövlətindən 1027-ci ildə, Gəncə qapısında 1063-cü ildə salınmışdı. Belə, intibah mədəniyyəti ilə bağlı video izahımız bu qədər.